Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferəcəhum. Əziz dostlar, əziz tələbələr, hər birinizi Səhifə-i Səccadiyyədən ibrətlər mövzusunda 8-ci dərsimizdə xoş gördük. Səhifə-i Səccadiyyədə birinci duanın təqribən 9 fəqərəsini oxuyub siz əzizlər üçün izah vermişik, şərh vermişik və 10-cu sətirdə isə İmam Səccad əleyhissalam belə buyurur. Vəlhamdülillahi alə ma ərrəfənə min nəfsih və əlhəmənə min şükrih. Buyurur ki, həmd olsun o Allaha ki, həmd o Allaha məxsusdur ki, özünü bizə tanıtdırır. Və əlhəmənə min şükrih. Öz şükrünü bizə ilham eləyir. Və ardıca buyurur, və fətəhə lənə min əbvəbil ilmi bi rububiyyətih. Buyurur və öz rububiyyətinə aid elmi, yəni öz rububiyyəti istiqamətində olan elmlərin qapılarını bizim üzümüzə açır. وَدَلَّنَ عَلَيْهِ مِنَ الْإِخْلَاسِ لَهُ فِي تَوْحِيدِهِ. Buyurur ki, və ona qarşı ixlaslı olmaqda, yəni Allahın təkliyində, ixlaslı olmaqda, tövhiddə ixlaslı olmaqda bizə yol göstərir. Və ardıca buyurur ki, وَجَنَّبَنَا مِنَ الْإِلْحَادِ وَالشَّكِّ فِي أَمْرِهِ. Buyurur ki, işlərdə, onun işlərində, Allahın yolunda, yəni onun yolunda yolumuzu azmaqda və şəkkə düşməyimizdən bizi qoruyur, uzaq saxlayır. Və burada diqqət yetirsək, burada İmam Səccad əleyhissalam 5 mühüm məsələyə diqqət yetirir. Allahın özünü bəndələrinə tanıtdırmağı, şükr etməyi, yəni Allahın ilham etməyini, Allahın rububiyyətinə tərəf olan elm qapılarını bizim üzümüzə açmağı, tövhiddə ixlasa dəlalət edən amillər və insanı şirkə düşməkdən və dindən azmaqdan Allahın qorumağından bəhs eləyir. Allah Taala özünü bizə necə tanıtdırır? Təbii ki, uca və əzəmətli Allahı tanımaq üçün varlıqların yaradılışına, peyğəmbərlərin gəlişinə, müqəddəs Quran-ı Kərimin ayələrinə və peyğəmbərimizin və onun mübarək və pak əhl-i-beytinin mübarək kəlamlarına diqqət yetirməkdən daha dəqiq və doğru yol yoxdur. Təfəkkür və düşünməklə də insan Allahı tapa bilər, doğrudur. Lakin insan bu yolla, yəni təfəkkür yolu ilə, düşüncə yolu ilə yalnız və yalnız bir yaradanın olduğunu isbat eləyə bilər. Yəni bir yaradanın varlığını isbat eləyər. Lakin Allahın sifətlərini, onun vücudunun olmasını, necəliyini, yaradılışda Allahın yaradılışda hədəfi, məqsədi, yaratdıqlarının, məxsusən də insanların vəzifələri, digər varlıqların bu aləmdə, xilqətdəki rollarını insan tək təfəkkürlə, düşüncə ilə ələ gətirə bilməz. Bunun üçün bizə Əhl-i-Beytin 14 məsum əleyhimussalamın mübarək hədisləri və Quran-ı Kərimin mübarək ayələri bizim dadımıza çatır. Necə ki, Peyğəmbər sallallahu aleyhi buyurur ki, Quran və Əhl-i-Beyt birdir və qiyamət gününə qədər bunlar bir-birindən ayrılmazlar. Elə həqiqətən burada da öz rolunu göstərir, öz əksini tapır bu mübarək hədis. Təbii ki, Əhl-i-Beyt əleyhimussalamın hədisləri dedikdə, bu hədislər elə əslində ilahi kəlamlardır. Çünki Peyğəmbərimizin buyurduqları vəhiydən başqa bir şey deyil. Allah özü Quran-ı Kərimdə buyurur. Və digər məsumlarında, yəni ümumi 12 imam əleyhimussalamın və xanım Zəhra salamü əleyhanın da
dediyi kəlamların hamısı elə peyğəmbərin elmindən qaynaqlanan kəlamlardır. Bu da dolayı yolla elə Allahın öz kəlamlarıdır. Və elə dəqiq şəkildə də deyə bilərik ki, Allah elə özünü bizə tanıtdırır. Lakin peyğəmbər və digər məsumların vasitəsilə. Necə ki, İmam Səccad əleyhissalam mübarək Əbu Həmzə Sumali duasında belə buyurur ki, Bikə ərrəftukə, sənin özün vasitəsilə tanıyırıq. Bəs Allah Taala özünü tanıtdırır deyəndə nə nəzərdə tutulur? Yəni, necə tanıtdırır özünü? Bu, əslində fitrətdə təvhid bəhsidir, mövzusudur. Yəni, hər bir insanın fitrətində onu yaradanla dərin bir rabitəsi vardır. Lakin insan özü buna diqqət eləmir. Hamının başı dünyaya qarışdığından, o dünya işlərindən məşğul olduğundan və Allahı unutduğundan həmin o rabitəni insan axtarıb tapa bilmir. Yalnız çətinliklərə düşəndə, çətinliklər içində olanda insan, əksər insan öz Allahına doğru üz döndərir, istiqamət götürür. Lakin çox az adam, nadir hallarda belə bir şəxslər tapılır ki, rahat vaxtlarında da, asudə vaxtlarında da insan yəni Allahına doğru istiqamətlənsin, Allaha doğru meyl eləsin. Bu cür adamlar çox az halda tapılır. Allah Taala bizi bu cür şəxslərdən qərar versin. Hətta Allahı inkar edənlərin də qəlblərində bu dərin rabitə vardır. Yəni müəyyən bir çətinliklərə düşəndə ona tərəf yönəlirlər. Necə ki Allah Taala Quran-ı Kərimdə buyurur: "Əuzu billahi mineşşeytanirracim. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبِرِّ إِذَا هُمْ يُشْرِكُونَ." Allah Taala buyurur ki, yəni burada məsələ söhbət müşriklərdən gedir. Müşriklər gəmilərə mindikləri zaman dənizdə batacaqlarından, dəryada batacaqlarından qorxaraq dini, yəni Allaha məxsus bilərək, yəni Allahın mülkü bilərək və Allaha dua edirlər. Buyurur, "Də'avullaha muxlisinə", Allahı ixlaslı şəkildə çağırarlar. Allah onları sağ-salamat quruya çıxaran kimi "Nəccahum iləl birri izahum yüşrikun", onlar yenidən ona şərik qoşarlar, Allaha şərik qoşarlar. İnsan yaradılış haqqında təfəkkür etdikdə, düşündükdə bu nəticəni əldə edə bilər. Yəni təəssübsüz halda təfəkkür etdikdə, düşündükdə bu nəticəni ələ gətirər ki, bu aləmin bir yaradanı var. Özü də ağıllıdır, elmlidir, düşüncəlidir. Bunu dərk eləyə bilər, bunu düşünə bilər. Yəni sanki bu aləmi bir kitaba bənzətsək, təbii ki, istənilən bir ağıllı adam, yəni istənilən bir şəxs o kitaba baxsa deyəcək ki, bu kitabı kimsə yazıbdır. Bu kitabın mütləq bir müəllifi var və həmin müəllif də elmlidir ki, bu kitabı yazıbdır. Alimdir. Yəni bu kitabı yaza bilirsə, deməli bunun müəllifi ağıllı adamdır, elmli adamdır, düşüncəli adamdır. Və bu kitabın bir hədəfi var bunun yazılmaqda, məqsədi var. Və bu aləmin də bir yaradılışında bir hədəfi var, məqsədi var. Allah Taala əbəs yerə yaratmayıb. Necə ki Allah özü Quran-ı Kərimdə buyurur ki, siz elə bilirsiniz sizi əbəs yerə yaratmışıq. Sanki hər kəs öz həddində bu yaradılış adlı bu kitabı oxuyur və öz həddində də müəllifin fikirlərini anlayıb dərk eləyir. Yəni hər bir insan bu aləmə diqqət yetirəndə öz həddində, öz çərçivəsində. Yəni peyğəmbər məsələn, peyğəmbər ki böyük bir şəxsiyyət idi. İstər elmi, istər təqvası, təbii ki o dilə gətiriləsi deyil. Çünki elmi də, təqvası da hər şey Allahdan idi.
Allahın elmi idi. Peyğəmbərimiz də təcəlli tapmışdı, təcəlli eləmişdi. Yəni peyğəmbər öz elmi səviyyəsində bu aləmə, xilqətə baxışı öz həddində idi, öz dərəcəsində, öz çərçivəsində idi. İndi biz kiçik tələbələrdə öz həddimizdə baxırıq bu aləmin, xilqətin yaradılışına və dinimizdə də bu var ki, bu cür məsələlərdə, yəni usul-din məsələlərində belə desək, təvhiddir, ədildir, nübüvvətdir, imamət məaddır, ümumi bunları qeyd elədim. Usul-din məsələlərində təqlid yoxdur. Kör-körənə insan bu məsələlərə baş qoşmamalıdır. Kör-körənə insan bu məsələlərə diqqət eləməməlidir. Yəni insan əgər Allahın varlığını düşünüb ağılla tapdığı halda bu düzgün, doğru bir addım olur. Lakin insan kiminsə dediyinə görə deyirsə ki, Allah var və peyğəmbəri, imamı var, Allah ədalətlidir, məad var, ölümdən sonraki həyat var. Bu artıq düzgün deyil. Burada da əməllər də sual altına gedir. Bu yerdə təqlid olmaz. Lakin təqlid usul-din yox, furu-din məsələlərindədir. Məsələn, namaz, oruc, zəkat, xums, həc, cihad, əmr bi məruf, nəhy əz münkər, təvəlla və təbərrə. Yəni təqlid bu məsələlərdə hətta vacibdir. Necə ki, insan başqa mövzularda, başqa elmi sahələrdə o elmin mütəxəssisinə müraciət eləyir. Dini mövzularda bu məsələlərin, İslami məsələlərin, dinə aid olan məsələlərin özünün mütəxəssisləri var. Həmin bu müctehidlər. Və bu məsələlərdə də insan ya özü oxuyub alim olmalıdır, müctehid olmalıdır ki, buna təqlid olunsun və məsələləri araşdırıb tapsın, şəri hökmləri, vəzifələri araşdırıb tapsın. Ya kiməsə təqlid eləməlidir. Yəni insan oxuyub müctehid olmaq istəsə belə, oxuyub o müctehid olana qədərki müddətdə neynəsin bəs? Şəri məsələlərdə bu namaz, dəstəmaz, oruc və bu kimi məsələlərdə insan neynəsin? Hər gün demək olar ki, təzə-təzə mövzular çıxar. Və bir qrup çıxır ki, deyir, təqlid olmaz, təqlid batildir. Dinimizi yalnız 14 məsumdan öyrənin. Təbii ki, dinimiz yalnız 14 məsumdandır. Aydın məsələdir ki, Əhl-i Beyt əleyhissalamın hədislərinin içində bu dünyada olan bütün mövzularda hədislərimiz yoxdur bizim. Yəni müxtəlif, müəyyən olunmuş, təyin olunmuş bir müəyyən mövzularda bizim hədislərimiz var. Məsələn, indiki dövrdə, müasir dövrümüzdə o qədər məsələlər çıxıb ki, hədislər yoxdur bu mövzularda. Neyniyək? Nə iş görək bəs? Yəni, indiki dövrə aid məsələlərdə nə addım ataq? Yəni, bunlar hamısı suallardır və bunların rahat cavabları var. Bu rahat, sadə bir məsələlərdir əslində. İndi bir qrup çıxır, deyirlər ki, təqlid olmaz. Nə bilim, bu adamın başını allatmaq kimi bir şeydir. Bu məscid-i zirar kimi bir məsələdir. Yəni, o ki, Peyğəmbərimizin yaxınlığında bir məscid tikmişdi, münafiqlər ya müşriklərdir. Məscid tikmişlər və həmin məsciddə Peyğəmbərin əleyhinə planlar qururdular, İslam əleyhinə planlar qururdular. Peyğəmbər əmr elədi ki, o məscidi dağıdın. Və günümüzdə də bu zirar məscidi misalında çox mövzularımız var, çox məsələlərimiz var. Elə bu məsələnin özü də bir zirar məscidi kimi bir şeydir. Yəni, Əhl-i Beytdən bu cür sui-istifadə eləyirlər. Təbii ki, hər bir ağıllı insan necə olur ki, məsələn, sən bir cavan bir şagird, məktəb şagirdi, nə bilərsən, əgər məsələn bir riyaziyyat müəllimindən inteqralı və yaxud da ki, başqa bir
riyazi bir mövzuları, loqaritm törəmə, bu kimi mövzuları öyrənə bilməsən, mütəxəssisindən öyrənə bilməsən, sən nə biləcəksən bunlar nədir? Yəni onda elə bu mövzularda da deməli mütləq şəkildə vacibdir ki, mütəxəssisə müraciət edəsən. Sən ya özün böyüyüb riyaziyyat müəllimi olmalısan və bunları öyrənib riyaziyyat müəllimi olmalısan. Və kimdən öyrənirsən? Kimdən öyrənirsən bunları? Təbii ki, mütəxəssisindən öyrənirsən. Həmin o mütəxəssisdən öyrəndiklərin, bəs bu nədir? Təqliddir də, bəs onun dediklərin eləyirsən də, addım atırsan. Allahın özünü bizə tanıtdırdığı mühüm vasitələrdən biri də digər canlılar aləmidir. Bitkilər, heyvanlar və bu kimi canlılar aləmidir. Təbii ki, burada bir çox diqqət olması məqamlar var. Çox incəliklər, çox xırdalıqlar var. Bu insan diqqət yetirdikdə zoologiya, biologiya, fizika, kimya, bu kimi elmlərə insan diqqət yetirdikdə Allahın varlığını dərk eləyə bilir. Və bu da Allahın bizə özünü tanıtdırmağı deməkdir. İstər heyvanlar aləmində, istər bitkilər aləmində də görürük ki, hər birinin çoxalması üçün, artımı üçün hər biri bir erkək və bir dişidən ibarətdir. Elə bu özü də bir mühüm məsələdir ki, insan elə buradakı bu ecazkarlığı görsə Allahı tanıyar, dərk eləyər Allahı. Yəni bu hardan yaranıbdır bu cür? Bir erkək, bir dişi. Yəni başqa bir vasitə, başqa bir yol varmı ki, bunların, bu canlıların artımı üçün? Və yaxud da ki, yaradılışda nizam, səliqə, səhman, münəzzəmlik və bunların hamısı böyük bir ecazkarlıqdır. İnsanı heyrətə gətirən bir məsələlərdir. Yəni necə bu aləm necə bir-biri ilə münəzzəmləşibdir, bir-biri ilə necə nizamlanıbdır, uyğunluq və böyük bir ahəng görürük bu yaradılışlarda. İnsan ağlının fövqündə dayanan bir iradənin müdaxiləsini biz görürük bu yaradılışda. Bitkilərə diqqət yetirdikdə, bu canlılar aləminə diqqət yetirdikdə, bu bitkilərdə çox xırda hissəciklərdən ibarət olduqlarını biz görərik və bu hüceyrələr bəzən oval şəkildə, bəzən sferik şəkildə, bəzən müəyyən bucaqlı, çox bucaqlı, altı bucaqlı və yaxud da ki, neçə bucaqlı şəkildə olduğunu biz görərik. Və onların hər birinin quruluşu bir-birindən daha heyrətamiz olduğunu görərik. Bitkilərdə diqqət yetiriləsi, məsələn, protoplazma, bu hələ sirli bir həyati bir maddədir. Yəni bu tam şəkildə hələ alimlər bunu araşdıra bilməyiblər. Bu özü bir həyat verici bir maddədir. Və yaxud da yarpaqların quruluşuna nəzər saldıqda bu quruluş, struktur baxımından, quruluş baxımından hər bir ağacın yarpağı özünə bir xüsusi uyğunluğu olduğunu görərik. Bunların hər biri uca Allahı bizə göstərən, Allahın qüdrətini, əzəmətini və varlığını bizə göstərən amillərdir, məsələlərdir. Müəyyən, məsələn, yarpaqlar var ki, səhrada bitən, çöllükdə, biyabanlıqda bitən ağaclara məxsusdur. Və müəyyən yarpaqlar da vardır ki, yaşıllıqda, mümbit şəraitdə bitən ağaclara məxsusdur. Və mikroskop altında da bu yarpaqlara baxanda, diqqət yetirəndə onun özünün də neçə qat olduğunu və o qatların da özlərinə məxsus müəyyən bir quruluşlara sahib olduğunu biz diqqət yetirə bilərik. Məşhur Amerikalı kosmonavt John Glenn kosmosa gedib qayıdandan sonra belə bir etiraf eləyibdir.
Və bu da Amerikada, həmin vaxtlarda Amerikada geniş miqyasda yayıldı. Nəinki Amerikada, bütün dünyaya bu etiraf, bu çıxış yayıldı. Həmin bu kosmonavt deyir ki, mən aləmi başdan başa bürümüş o uca səsi, o yüksək tonlu səsi eşidib, görüb təəccüblənməyə bilməzdim. Kosmosa kosmonavt seçildiyim zaman, yəni kosmosa getmək üçün o müəyyən namizədlər seçilir də, müəyyən mərhələlərdən sonra kosmonavt seçilir kosmosa göndərilmələri üçün. Bu kosmonavt deyir ki, John Glenn deyir ki, mən kosmonavt kimi seçildiyim zaman öyrənməyim üçün mənə verilən bir mühüm o kitablardan, neçə cildli kitablardan mən bu məlumatı əldə elədim ki, həmin kitabın 2-ci cildində qeyd olunmuşdu ki, kainat günbəgün genişlənir. Bu elə Allah Taala bunu Qurani Kərimdə də buyurur. Allah Taala buyurur ki, kainatı biz yaratdıq və onu günbəgün genişləndiririk. Və bu təqribi keçən əsrlərdə Hubble adlı bir alim də bunu kəşf elədi və bu qanun da özü Hubble qanunu kimi tarixə keçdi. Kainat anbaan günbəgün genişlənməkdədir. Yəni bu özü Allahın əzəmətini, Allahın qüdrətini göstərən amil deyilmi? Duanın bu fəqərəsinin, bu misrasının digər bir mövzusu isə şükr etməkdə Allahın öz bəndələrinə olan ilhamıdır. Hər bir insanın daxilində təşəkkür etmək kimi bir duyğu var. Təşəkkür etmək kimi bir xüsusiyyət vardır. Yəni bir insana bir hədiyyə alanda, bir insana bir fayda toxunanda, bir xeyir verəndə hər bir şəxs, hər bir ağıllı bir şəxs təşəkkür etmək düşüncəsinə gəlir. Yəni mən buna təşəkkür eləyim gərək. İnsan əlinə nemətlər də gələndə, insana müəyyən bir nemətlər də ələ gələndə onun haqqında da düşünür hətta. Kim bunu necə istifadə eləyim və yaxud da ki bu hardan gəldi, necə gəldi. Onun istifadə qaydası, o nemətlərin harda istifadə eləmək, necə istifadə eləmək barəsində müəyyən bir insanın zehninə fikirlər gəlir. Həmin bu fikirlər elə Allahdan olan ilhamdır. Necə ki Allah Taala buyurur ki: "Və nəfsi və mə səvvəhə." And olsun nəfsə və onu doğru, düzgün şəkildə, düzgün bir biçimdə yaradana, düzəldənə. Və dalıcan buyurur: "Fəəlhəməhə fucurəhə və təqvəhə." Buyurur ki, yəni nəfsə, biz o nəfsə ilham elədik. Fucurəhə, pislikləri, çirkinlikləri və təqvəhə və təqvanı ilham elədik. Biz Qurana nəzər saldıqda da şükr etməyin özünün necə bir mühüm əməl olduğunu dərk eləyə bilərik, düşünə bilərik. Allah Taala Quran-Kərimdə buyurur: "Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amenu kulu min tayyibati ve razaqnakum veşkuru lillah." Allah buyurur ki, ey müminlər, yeyin için sizə verdiyimiz ruzidən, sizə verdiyimiz ruzinin gözəllərindən, yaxşılarından yeyin için. Veşkuru lillahi in kuntum iyyahu ta'budun. Allah'a şükür edin. Əgər ona ibadət edənsinizsə, Allah'a şükür edin. Diqqət yetirsək, Allah Taala burada müminin sifəti kimi qərar veribdir şükür etməyi. Əslində şükür etmək nədir? Şükrün həqiqəti, əsli, hər bir neməti öz lazım olduğu yerdə istifadə eləməkdir. Digər məsələ isə İmam Səccad əleyhissalamın bu duasındakı bu 10-cu fəqərədə
qeyd olunan digər bir mövzu isə Allahın öz bəndələrini üzünə Allahın rububiyyətinə doğru olan elmləri insanın üzünə açmasıdır. Yəni Allah Taala bu aləmin tərbiyə eləyənidir, tərbiyə edənidir. Yəni Allah insanları xəlq edib öz başına buraxmayıbdır. Həyatımızda baş verən hadisələr, istər çətinliklər, problemlər, istər xoş hadisələr vasitəsilə Allah Taala insanı tərbiyə eləyir. Biz buna görə də Allaha Rəbb deyirik. Necə ki, valideyn öz övladını böyüyənə qədər istiqamətləndirir, bütün məsələlərdə onu müsbətə doğru, maddi və mənəvi inkişafa doğru tərbiyələndirirsə, istiqamətləndirirsə, Allah da bütün bəşəriyyəti həqiqət istiqamətində tərbiyə eləyir, yönləndirir. Əgər insan Allahın buyurduğu çərçivədə tərbiyələnsə, heç kəs onu öz təsiri altına sala bilməz. Azad və pak düşüncəli, təfəkkürlü biri olar və fəzilət sahibi olar. Allahın buyurduğu çərçivədə tərbiyələnən insanlara peyğəmbərli misal çəkmək olar. Digər peyğəmbərləri, imamları misal çəkmək olar. Və bu şəxslər, bu övliyalar insanları tərbiyələndirmək üçün Allah tərəfindən seçiliblər. Və onların həyatına diqqət yetirdikdə bu xüsusiyyətləri onlarda görərik. Yəni, daha dəqiq desək, Allahın tərbiyəsi çərçivəsində tərbiyələnən insanların bu xüsusiyyətləri olur. Digər insanları düzgünlüyə, doğruluğa, ədalətə doğru yönləndirir, dəvət eləyir. Allahın nişanələrini insanlara çatdırır. Qur'anı, hikməti insanlara öyrədir, təlim eləyir. İnsanları Allahın qadağalarından çəkindirir və Allahın buyurduqlarına doğru dəvət eləyir. Və insanları mənəvi və fiziki problemlərdən, o problemlər ki, o məsələlər ki, insanların qəlbini sıxır, darıxdırıcı mövzularda, məsələlərdir və insanlar mənəvi və fiziki cəhətdən sıxıntı içində olurlar. Həmin məsələlər ucbatından bu şəxslər, Allahın tərbiyəsindən tərbiyələndiyi şəxs, tərbiyələnən şəxslər insanları bu yükdən azad edirlər. İnsanları rahatçılığa doğru çıxarırlar. Bu fəqərədə digər bir mövzu isə təvhiddə, yəni Allahın təkliyində ixlasa dəlalət edən amillər, məsələlər. İxlas Allahın insanları dəvət etdiyi ən mühüm məsələlərdəndir. Bu barədə Quran-ı Kərimdə yüzlərlə ayə var. Fə'budillahə muxlisən. Məsələn, Allaha ixlaslı şəkildə ibadət edin. Hətta Allah şeytana da buyurub ki, sən mənim bütün bəndələrimi yoldan çıxarda bilərsən, lakin ixlaslı bəndələrdən başqa. İxlaslı bəndələri şeytan yoldan çıxarda bilmir. Əslində dolayı ondan desək, ixlas olmasa insan riyaya düçar olur və riya da elə öz-özlüyündə bir şirkdir. Yəni insan bir savab iş görür, bir xeyir iş görür. Bunu kimin üçün görür? Kimə görə görür? Hər bir şey Allaha xatir olmalıdır. Əgər kiməsə xatir bu işi görürsə insan, əgər nəyəsə xatir, kiməsə xatir görürüksə hansısa bir xeyir işi, yaxşı işi. Deməli, həmin o ki, kimə xatir görürük o işi, həmin o kimsəni gətirib qoyuruq Allahın yerində. Bu da dolayı ondan elə bir şirkdir. Bu fəqərədə sonuncu digər bir mövzu isə insanı şirkdən düşməkdən və dindən azmaqdan Allahın özünün onu qorumağıdır. İnsan təbii ki, nəfs sahibidir və insan öz nəfsinə uyğun, yəni onu kim belə desək qabağa aparırsa, onun kim maddi və mənəvi kim ona dəstək olursa, o tədrici şəkildə
nəfsinə tabe olan şəxslər tədricən elə ona da tabe olurlar. Ona da başlayırlar müəyyən bir, belə desə, ibadət eləyirlər. Onu özlərinin bir böyüyü, Rəbbi kimi görürlər. Yəni məsələn dünyaya, kimi dünyaya bağlıdır, dünyanı özünə Rəbb bilir, ona ibadət edir. Kimi hansısa bir imkanlı birini, kimi məsələn nəfsini, şəhvətini, kimi zalıma ibadət eləyir, kimi şeytana ibadət eləyir. Və bu şirklərdən uzaq olmaq və bu şirkləri tanımaq, bunlardan uzaq olmaq özü Allahın bizə bir lütfüdür. Allah bunu bizə lütf eləyibdir və bizi uzaqlaşdırıbdır. İnsan həyatında əgər xalis işlər görərsə, yəni bütün işləri ixlaslı olarsa, tədricən şirk özü də aradan gedəcək. Və şirk Quran-ı Kərimdə Allahın buyurduğu kimi böyük bir zülmdür və ölüm anına qədər də hər kim zülmə, yəni bu şirkə bulaşsa, Allahın rəhmətindən məhrum olar və tövbəsi də qəbul olmaz. Bugünkü dərsimiz bu qədər. 8-ci dərsimiz sona yetdi. Hər birinizi uca və əzəmətli Allaha tapşırıram. Allah Taala bizi elm və təskiyə yolunda müvəffəq etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.